Ki uca Allah subhanahu wa ta'ala buyurur ki وَمَنْ أَظْلَ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسْيَ مَا قَدَّمَتْ يَدَهُ. Uca Allah buyurur ki Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalim kim ola bilər? İnna ca'alna ala qulubihim akinnatan an yafqahu wa fi adanihim waqra wa in tad'uhum ila al-huda falan yahtadu idan abada. Uca Allah subhanahu wa ta'ala buyurur ki, yəni o kəslər, yəni onlar Quranı anlamasınlar deyənə biz onların qəlbinə örtüklər çəkdik və qulaqlarını da yəni tıxadıq. Sən onları doğru yola çağırsan, onlar heç vaxt doğru yola gəlməzlər. Yəni uca Allah onların üz çevirdi, yəni haqdan üz çevirdiyinə görə Allah subhanahu wa ta'ala və həmçinin onlar öz günahlarını unutduğuna görə uca Allah onların yəni qəlblərinə örtük çəkdi və həmçinin qulaqlarını bağlamışdı. Bu da üz çevirməyin təhlükəsindəndir ki, uca Allah insanın qəlbini və həmçinin qulağını haqqı qəbul etməkdən bağlayır. Sonra isə insan əgər Allahın, yəni Allah subhanahu wa ta'ala üz çevirərsə, onun ayələrindən üz çevirərsə, uca Allah subhanahu wa ta'ala şeytanlardan olan dostları ona calayar və bu dostlar onun dinini heçə çevirər. Necə ki, uca Allah subhanahu wa ta'ala buyurur ki, وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقِيِّدْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ. Kim əgər yəni Allah subhanahu wa ta'ala zikrindən üz döndərərsə, uca Allah şeytanı ona calayar və o da ona yoldaş olar. Və yoldaş olduğu zaman artıq onun dinini heçə çevirər, sıfıra çevirər. Sonra isə uca Allah subhanahu wa ta'ala üz çevirənlər barəsində buyurur ki, kim əgər üz çevirərsə, qiyamət ki Allah ona ağır bir yüklə yükləyər, onu şiddətli əzaba düçar eləyər. Necə ki, Allah subhanahu wa ta'ala bu barədə Taha surəsi 100-cü ayədə buyurur ki, Mən ə'radə anhu fəinnehu yəhmilə yevməl qiyaməti vizra. Kim əgər ondan üz çevirərsə, həqiqətən o qiyamət günü ağır bir yüklə yüklənər. Və başqa ayədə isə buyurur ki, o şiddətli, yəni əzaba düçar olar.